Bugünkü mövzumuz modal verbs'dir, yəni modal feillərdir. Gəlin baxaq görək modal feillər hansılardır. Modal feillər can, could, be able to, may, might, must, have to, ought, should, need-dir. Modal feillər hərəkəti ifadə etmirlər. Onlar hərəkətə münasibəti bildirirlər. Modal feillər heç vaxt tək işlənmirlər. Özlərindən sonra to-suz məstər gəlir. Sadəcə to-lu məstərlə işlənən modal feillər be able to-dur, have to, has to, had to-dur, bir də ought to-dur. Modal feillərin, yəni to-suz işlənən modal feillərin sualı və inkarı özü ilə düzəlir. Do, did, does-la düzəlmirlər. Sadəcə do, did, does-la düzələn modal feillər hansılardır ki, have to, has to, had to-dur. Bunların sualı, inkarı do, did, does-la düzəlirlər. Modal feillər üçüncü şəxsin təkində işləndiyi zaman feilin sonluğu s və yaxud ki, is şəkilçisi qəbul etmirlər. İndi isə gəlin baxaq görək feillər cümlədə necə işlənir. Birinci başlayırıq can modal feilindən. Can modal feili cümlədə tərcümədə bilmək, bacarmaq, yəni qadir olmaq mənasını verir. Bacarıq və qabiliyyət tipli cümlələrdə işlədə bilərik. Özündən sonra to-suz məstər işlənməlidir. To-lu məstərlərlə işlənmir. Sualı və inkarı özü ilə düzəlir. Can-i indiki zamanda işlədə bilərik, amma keçmiş zaman forması coulddur. Could da can kimi sualı inkarı özü ilə işlənir və to-suz məstərlərlə işlənir. Digər zamanlarda isə can-i əvəz edən ifadə to be able to plus verb one-dır. May bilmək mənasını verir tərcümədə. İcazə və ehtimal tipli cümlələrdə işlədə bilərik. Bu da can kimi to-suz işlənir. Sualı və inkarı özü ilə düzəlir. May indiki zamanda işlədilər və might isə may'in keçmiş zaman formasıdır. Might da may kimi to-suz işlənir. Sualı və inkarı özü ilə düzəlir. Must tərcümədə malı-məli mənasını verir. Vaciblik və məcburiyyət tipli cümlələrdə işlədirik. Must da digər feillər kimi to-suz işlənir. Sualı və inkarı özü ilə düzəlir. Must'ın sadəcə indiki zaman forması var. Digər zamanlarda isə must'ı have to, has to, had to əvəz eləyə bilir. Çünki eyni məna daşıyırlar. Should tərcümədə gərək mənasını verir. Mənəvi borc, məsləhət mənalı cümlələrdə işlədə bilərik. Should'u to-suz işlədirik. Digər feillərdə olduğu kimi sualı və inkarı özü ilə düzəlir. Sadəcə shouldla must'ın arasında fərq nədən ibarətdir? Should etsən yaxşı olar, must isə təkidli məsləhət ifadə tipli cümlələrdə veririk. Belə deyək, mülayim formada should'u ifadə edirik. Yəni mülayimcəsinə nə isə müraciət formasında işlədirik. Must-ı isə əmr formasında veririk. Yəni təkidli şəkildə etməlisən deyirik nə isə. Ought gərək mənasını verir. Məsləhət ifadə edir və to-lu məstərlə işlənir. Digərlərindən fərqli olaraq ought to-lu məstərlə işlənir. Sualı və inkarı özü ilə düzəlir. Keçirik need. Need tərcümədə Daha doğrusu need ikili xüsusiyyətə malikdir. Needin özünün ayrılıqda tərcüməsi ehtiyacı olmaq mənasını verir. Sadəcə feil kimi ikili xüsusiyyətə malikdir. Biri var əsas feil kimi işlətməyimiz, biri də var ki modal feil kimi işlətməyimiz. Demək, modal feil kimi işlədəriksə cümlədə sualı və inkarı özü ilə düzələr, digər feillərdə olduğu kimi to-suz işlənər, zamana görə dəyişməz. Amma əsas feil kimi işlədiriksə, sualı və inkarı özü ilə deyil, do, did, does-la işlənir və to-lu məstərlə işlənməlidir. Üçüncü şəxsin təkində işləndiyi zaman isə feil sonluqları s və is şəkilçisi qəbul etməlidir. Need digər nitq hissələri ilə də işlənə bilər.